Zarina və prodüseri Təranə mükafat aldılar. Onların sevinclərinin həddi-hüdudu yox idi. Mükafatlar nəyə görə idi? Bunu bilmək üçün yalnız və yalnız sujetimizə baxmaq kifayətdir. Zarinadan sevənlərinə şad xəbər. Artıq qayıtmışam. İnşallah, yəni planlaşdırmaq doğrudan mənə düşmür. Çünki artıq bu neçənci dəfədir ki, hətta klipimi belə istədiyim kimi təqdim eləyə bilmədim tamaşaçılara. Hər gün bir acı üstacı yoxmu bu dərdin əlacı? Gəlsən geçsin bu acı. Sükutu sevilən ifaçı yenidən pozacaq. Ən böyük, belə deyim, bu dəqiq üzərində çalışdığım albom. İstəyirəm ki, yaxın 2-3 ay ərzində tamaşaçılarıma nəhayət o albomu təqdim edeyim. Elə demək olar ki, albomumuzun sadəcə olaraq bir fotosessiyası qalıb. Çünki artıq mahnılar hazırdır. Düzdür, albomda həm səslənmiş tamaşaçılar tərəfindən eşidilən, dinlənilən mahnılar olacaq. Eyni zamanda heç vaxt eşidilməyən, səslənməyən yeni mahnılar da yer alacaq. Bütün bu açıqlamaları bizim Zarina qatıldığı mükafatlandırma tədbirində etdi. Zarina Məmmədova, gənclərin sevdiyi müğənni. Artıq ikinci mükafatdır. Təbii ki, qürur vericidir, işimizə stimuldur. Təşəkkürümü bildirirəm bütün təşkilatçılara, mənə də bu gözəl siyahıda gördüklərinə görə. Gənclərin dostu milli mükafatı. Düşünürəm ki, hardasa mahnılarımı nəzərə alsaq, gənclərə daha çox yaxın olduğumu nəzərə alsaq, hardasa yerinə düşdü. Mükafata layiq görülən tək Zarina olmadı. Həm də işinin peşəkarı olan prodüser Təranə də gənclərin sevimli prodüser adına layiq görüldü. Gənclərin ən sevdiyi prodüserlərdən biri və birincilər arasında dayanan Təranə Səmmədova. Bir iş görəndə və özü də bilir ki, təbii ki, normal, yəni yüksək səviyyədə bunu həyata keçirdi və müqabilində mükafat alanda adama çox xoş təsir bağışlayır. Təşəkkür edirəm bu gənclərin dostu mükafatına görə Azərbaycan Gənclər Mərkəzinə. Sırf yəni həqiqətən də gənc sənətçilərlə işləmək mənə daha çox stimul verir. Təbriklər onların sadiq simaları. Hər zaman səsiniz bax belə zirvələrdən gəlsin.